Göz çəkməyi öyrətdim, indi burun çəkməyi öyrən 1 dəqiqənin içində. Qabiliyyətə ehtiyac yoxdur. Əslində burun necə qurmaq lazımdır deyə öyrətmişəm, amma ki hələ ki bu sxemaya şəkil olaraq da baxa bilərsən, səhifəmdə videoya da baxa bilərsən daha ətraflı öyrənmək üçün. Qurmanı izah elədim, indi keçirik rəngə. Rəsminizi mütləq yumuşaldırsınız pozandan və palitranızı götürüb keçirik boyaya. Mən quaşdan istifadə edirəm, qırmızı, ağ, sarı və göydən istifadə edirəm. Sarı ilə qırmızını qarışdıranda biraz ağ qatanda narıncı rəngi olur, göy qatanda biraz soyuq dəri tonu alınır. Biraz ağ çox qata bilərsiniz, çox tund çıxsa, amma mütləq dəri rəngi alındırmaq üçün bu rəngləri qarışdırırıq. Mən daha çox ağdan istifadə edirəm, çünki bizim ilk tonumuzdur və mütləq sudan istifadə edirsiniz ki, ilk tonunuz şəffaf olsun. Qırmızı ilə göyü qarışdıranda qəhvəyi rəngi alınır. Onu mən burun dəlikləri rəngləmək üçün və kölgəli hissələri qeyd eləmək üçün istifadə edirəm. Siz bu hissələri rəngləyib tonlamaya salırsınız, qıraqdakı kölgələri də qeyd eləyirsiniz. Ondan sonra həmin rəngi şəffaf tona salıb belə doldurursunuz. Və bayaq istifadə etdiyimiz tünd rəngdən, baxın bu hissələrdə dairənin qıraqları və tünd olan hissələri qeyd eləyib tona salırıq. Mütləq sudan istifadə edirik. Burun sümüyü ön plana çıxartmaq üçün biz ortada işıq saxlayırıq və burun sümüyü qeyd eləyir. İstəsəz qıraqlarına da dərinin tonunu bildirmək üçün biraz şəffaf tondan istifadə edib doldura bilərsiniz. Gördünüz, bu qədər asandır. Başqa nə izah edeyim? Rəsm dərslərimə yazıl, mənimlə rəsm çəkmək asandır. Bundan əlavə portret sifarişləri qəbul edirəm.